Buradan çağrışım bütün gül dükanları sahiblərinədir. Azərbaycan Dubai deyil, varlı kişilər ölkəsi deyil. Ona görə hər həftə 50-100 manatlıq buket bağışlamaq bir xeyli çətindir Azərbaycanlı kişi üçün. Amma yenə də 10 manatdan aşağı 7 manata bir buket icad edin. Hansı ki sadə, lakin gözəl olacaqdır. Qadınları heyranlar biləcəkdir. Və mən öz növbəmdə Potensialist Media platforması olaraq sizə bu buketlərin hər həftə ərzində öz storylərimdə, öz paylaşımlarımda təşviq etməyi və sizə bu satışlarda kömək etməyi öz boynuma götürürəm və tam təminatsız edəcəm sizə. Mən istərdim ki, bizdə bu gül bağışlama mədəniyyəti aşılansın, təşviq edilsin və mənim tərəfimdən düşəni mən edirəm. İndi siz edin, siz tərəfdən düşəni edin. Və son mesajım kişilərədir. Siz düşünə bilərsiniz ki, siz 7 manata, 10 manata bir balaca bir çiçək ya da buket alıb gətirdiniz qadınıza. O xoşbəxt olmayacaq bu ilə, deyinəcəkdir buna görə. Başlayacaqdır sizi müqayisə etməyə, sizin buketi digər buketlərlə müqayisə etməyə. Burada sizə deyəcəyim yalnız bir söz var. Boşun arvada getsin. Belə naşükür olan qadından onsuz da heç vaxt xoşbəxt olmayacaqsınız. Və məhz bu səbəbdən buna dözməyə və vaxt itirməyə dəyməz. Uğurlar.